Bismillahirrahmanirrahim. İnna a'tainakal kevser fesalli li rabbika venhar. İnna şaniyeke huvel abtar. Sadakallahul aliyyil azim. Bugünkü günkü xanım Fatimə Zəhra aleyhissalamın Fatimiyyə günləridir, matəm günləridir. Belə bir xanımın haqqında söz söyləmək, saatlarla bizə onun fəziləti haqqında hədislər eşitmək bizim üçün, bizim ruhumuzun qidası üçün çox önəmlidir. Bugünkü əgər biz gündə xanım Fatimə Zəhra aleyhissalamın İslam aləmində fəzilətinə diqqət eləsək, o xanım haqqında baxarıq Qur'anda bir çox ayələr və özünə məxsus ayələr də qeyd olunub. Əhl-i Beyt haqqında nazil olan ayələrdə ki, xanım onlarla müştərəkdir, amma xanımın özü haqqında olan ayə və kəlamlar da var ki, özünə məxsusdur. Biri də qeyd etdiyim Kevsər surəsidir. Allah Teala buyurur, ey mənim Peyğəmbərim, biz sənə Kevsər əta elədik. Düz zahir mənada Kevsər hovuzudur. Amma umumən təfsirinə diqqət eləsək, xanım Fatimə Zəhra aleyhissalamın haqqında nazil olubdur ki, biz sənə belə bir xanım, fəzilətli xanım əta eləmişik, ey Peyğəmbər. Xanım Fatimə Zəhra aleyhissalamın Allah yanında elə bir əzəməti, elə bir dərəcəsi vardı ki, Peyğəmbər aleyhissalam buyurdu ki, Fatimə mənim bir parçamdır, mənim qəlbimin, ruhumun bir hissəsidir. Xanım Fatimə Zəhra aleyhissalam elə bir şəxsiyyət idi ki, Peyğəmbər aleyhissalamın nəsli, imamətin nəsli həmin xanımdan dünyaya nur saçmışdır. Biz xanım Fatimə Zəhra aleyhissalamın yad olunmasını, Peyğəmbər aleyhissalamın yad olması bilirik. Peyğəmbər aleyhissalamın qəmgin olması bilirik. Hər kəs Fatimə Zəhra aleyhissalamın əyyam-ı Fatiməyə, yəni xanımın məclislərində gəlib əyləşməsi, oturması, xanım Fatimə Zəhra aleyhissalamın yad eləməsin, necə deyərlər, eləyirsə, Peyğəmbər aleyhissalamın qəlbinə bir su səppək kimidir. Xanım o qədər əziz idi Peyğəmbər aleyhissalamın yanında ki, xanım Fatimə gələndə Peyğəmbər aleyhissalam ayağa qalxardı, əlindən öpərdi, atasının anası deyərək ona müraciət edirdi. Həzrət Peyğəmbər aleyhissalam bir yerə gedəndə xanımla görüşərdi, hamıdan axırda gələrdi, xanım Fatimə Zəhra aleyhissalamla görüşərdi, gələndə də birinci onu ilə görüşərdi. Xanım Fatimə Zəhra aleyhissalam İslamiyyətdə bir örnəkdir, bir nümunədir. Əgər Qur'ana diqqət eləsək, onun məsumluğu haqqında da təthir ayəsidir. Və Əhl-i Beyti sevmək, Qul la əsəlukum aleyhi əcran illəl məvaddətə fil qurba ayəsi bizə xanımı sevməyi və onun yolu ilə getməyi tövsiyə edir. Qur'anda əgər məvəddə sözünə diqqət eləsək, görək ki, Allah orada məhəbbət sözü də yarada bilərdi. Yaza bilərdi ki, məhəbbətən fil qurba. Amma məvəddə bu həm məhəbbətdir, həm də onların əməli baxımdan yolun getməyə bizə Allah Qur'anda buyurur. Xanımın bu hüzün günündə bütün dünya müsəlmanlarına, xanımın aşiqlərinə başsağlığı veririk. Və Allahdan arzumuz budur ki, xanım Fatimə Zəhra aleyhissalamın bu müsibəti günündə dünya müsəlmanlarından bütün müsibətli, bütün çətinlikləri aradan qaldırsın və dünyada tezliklə müsəlman və möminlərə öz rəhmətin, öz aramlığın, öz ruzusun, öz bərəkətini nazil etsin inşallah.